Salam, hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün bu videomuzda sizlərə Səfəvilər dövlətinin yaranması, Səfəvi Osmanlı müharibələrinin başlanmasından söz açacaq. Əvvəlcə qeyd edək ki, İsmayıl, yəni Şeyx İsmayıl, Şeyx Heydərin və Aləmşah bəyimin sonuncu qalan övladı məlumdur ki, İstəxır qalasından, zindandan azad olunduqdan sonra atasının dostları tərəfindən demək Lahicanda Ərdəbildə müəyyən müddət saxlanılır. 1499-cu ildə isə İsmayıl Lahicandan Ərdəbilə doğru yola düşərək demək Astara bölgəsinə gəlir, çatır qısa bir müddət sonra. Ərzincan ərazisində demək müşavirə keçirdən və Şirvan üzərinə hücuma keçməyi, Şirvanşahlar dövləti üzərinə birinci növbədə hücuma keçməyi planlaşdıran Şeyx İsmayıl 1500-cü ildə baş vermiş Cabanı döyüşündə Şirvanşah Fərrux Yasarın qüvvələrini məğlubiyyətə uğradaraq Şirvanşah Fərrux Yasarı öldürür və Şamaxını, daha sonra isə Bakını ələ keçirərək Şirvanşahlar dövlətinin xəzinəsini əldə etmiş olur. Bunu eşidən Ağqoyunlu dövlətinin birinci qolunun başçısı Ağqoyunlu Əlvənd Mirzə isə Təbrizdən şimala doğru istiqamətdə yürüşə keçir və 1501-ci ildə Şərur adlı yerdə baş vermiş döyüş Şeyx İsmayılın Əlvənd Mirzəni məğlub etməsi ilə nəticələnir və Ağqoyunlu dövlətinin 1501-ci ildə birinci qoluna son qoyulur. Məlumdur ki, Ağqoyunlu dövləti Əlvənd və Murad arasında bölüşdürülmüşdü. 1501-ci ildə isə Təbrizə daxil olan 1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü artıq şah elan edir və Azərbaycan Səfəvilər dövlətinin əsasını qoyur, Təbriz şəhəri paytaxt olmaqla. Biz xəritə üzərindən qeyd edək ki, Səfəvilər dövlətinin ərazisində 4 bəylərbəylik var idi. İlk vaxtlar bu bəylərbəyliklərdən sadəcə olaraq üçü mövcud olubdur. Demək, bu bəylərbəyliklərdən birincisi Təbriz bəylərbəyliyi idi, 1 nömrəli ərazi, 2 nömrəli ərazi mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyi idi, 4 nömrəli ərazi isə mərkəzi İrəvan olan Çuxursəd bəylərbəyliyi idi, 3 nömrəli bəylərbəyliyi isə daha sonra Səfəvilər dövləti ərazisində, Səfəvilər dövlətinin Azərbaycan torpaqlarındakı ərazilərində 4 bəylərbəyliklərdən biri olan Şirvan bəylərbəyliyi isə, 3 nömrəli bəylərbəyliyi isə 1538-ci ildə Şirvanşahlar dövləti süquta uğradıldıqdan sonra yaranacaqdır. Sizdən ümumilikdə soruşsalar ki, Azərbaycan Səfəvilər dövləti ümumilikdə bölünürdü. Demək, 4 bəylərbəyliyə bu ifadə yanlışdır. Çünki Səfəvilər dövlətinin Azərbaycan ərazisi 4 bəylərbəyliyə bölünürdü. Çünki Səfəvlərin Azərbaycandan başqa torpaqları da əhatə etdiyini biz faktdır ki, bilirik. Yəni, böyük bir imperiyanın, bu boyda böyük bir imperiyanın sadəcə 4 bəylərbəylikdən ibarət olması doğru bir yanaşma və ifadə olmaz. 1503-cü ildə isə Almabulağı adlı Həmədan yaxınlığında baş vermiş Almabulağı döyüşündə İsmayıl Şah kimi iştirak edərək Ağqoyunlu dövlətinin ikinci qolu olan Murad Mirzənin rəhbərlik etdiyi qolu süquta uğradır. Beləliklə 1503-cü il Almabulağı döyüşündə tam olaraq Ağqoyunlu dövləti artıq süqut eləyir. Bu döyüşdən sonra dərhal İsmayıl Şərqi Anadolunu Bağdad daxil olmaqla Ərəb İraqını ələ keçirdir. 1510-cu ildə Dərbənd və Dağıstan hakimlərini dövlətə tabe etməyi bacarır və 1510-cu ildə Mərv adlı döyüşdə Şah İsmayıl Özbək hökmdarı Şeybani xanın qüvvələrini məğlubiyyətə uğradaraq Xorasanı tutmuş olur və Amudəryadan Fərat çayına qədər geniş bir ərazini əhatə edən imperiya yaratmağı bacarır. Həmçinin Şəki hakimliyi də Şirvanşahlar dövlətindən asılılığı qəbul eləyir. Həmçinin Şirvanşahlar dövlətinin hökmdarı olmuş Şeyx Şah yaxud 2-ci İbrahim Şirvanşahlar dövlətinin hökmdarı olaraq İsmayıldan asılılığı qəbul eləyir. Şah İsmayıl bütün Azərbaycan torpaqlarını yox, əksər Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirməyi bacarır. Səfəvilər dövlətinin hakimiyyəti dövründə ilk vaxtlar soyurqal torpaqları məhdud şəkildə artıq paylanılmağa başlanılır. Yəni, hər kəsə soyurqal paylanılmır. Məlumdur ki, soyurqal torpaqları Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin mövcudluğu dövründə Azərbaycanda 15-ci əsrdə irsi şəkildə paylanan, irsi keçən, xidmət müqabilində verilən və sahibinin vergi ödəmədiyi bir torpaq mülkiyyəti
mülkiyyət forması idi və bu da Azərbaycanda mərkəzləşdirmə siyasətinə xeyli ciddi zərbə vurduğuna görə Şah İsmayıl artıq bu torpağı məhdud şəkildə paylanmaq ənənəsinin əsasını qoyur və soyurqal torpaqları dərvişlərə, seyidlərə və sadəcə elm xadimlərinə verilən torpaq mülkiyyət forması olur. Soyurqalın əvəzinə irsi keçməyən, yalnız şahın fərmanı ilə irsi keçən xidmət müqabilində torpaq adlandırılan tiyul torpaqları demək İsmayıl tərəfindən paylanılmağa başlanılır. Azərbaycan Səfəvilər dövlətində əhalinin böyük bir qismini əhatə eləyən Türk tayfaları idi. Həmçinin Türk dili orduda diplomatik yazışmalarda geniş şəkildə istifadə edilirdi və Səfəvilər dövlətinin idarə quruluşu bu şəkildə idi. Əvvəlcə qeyri-məhdud hakimiyyətə malik şah dayanırdı. Şahın dini və dünyəvi işlər üzrə tam hüquqlu müavini vəkil idi. Vəkildən sonra ordu komandanı olan Əmir Əl-Üməra ordunun komandanı rütbəsini daşıyırdı. Vəzir yenə də daxili, xarici, maliyyə, mədaxil, diplomatik işlər, xarici işlər onun nəzarətində idi. Sədrlər dini idarələrə rəhbərlik edirdilər. Məhkəmələr yenə də şəriət qanunları əsasında fəaliyyət göstərirdilər və Səfəvilər dövləti İslamın şiəlik məzhəbini bir dini məzhəb olaraq qəbul etmişdi. Həmçinin şahın yanında məşvərətçi, məsləhətçi hüquqa malik Ali Məclis də fəaliyyət göstərirdi. Əmir Ül-Üməra rütbəsi dövlətdə çox mühüm bir vəzifə idi və həmçinin vəkil vəzifəsi də. İlk dəfə olaraq Şah İsmayıl vəkil və Əmir Ül-Üməra vəzifələrinə, rütbələrinə öz lələsi, yəni tərbiyəçisi Hüseyn bəy Lələ Şamlını təyin edir. Hüseyn bəy Lələ Şamlı lakin ona verilmiş tiyul torpağından demək özünün sərfəli məqsədləri üçün istifadə etdiyinə görə sonradan tiyul torpağı və vəkil vəzifəsi də Hüseyn bəy Lələ Şamlının əlindən alınmış olur. Səfəvilər dövlətində ilk vaxtlar elatlardan toplanan yarımköçəri tayfalardan toplanılan hərbi dəstələr Çərik adlı hərbi dəstələr idi. Soruşulsa ki, Səfəvilər dövlətində ilk vaxtlar ordunun əsasını təşkil eləyirdi kimlər? Çərik adlı hərbi dəstələr. Çərik adlı hərbi dəstələrin başında isə Qorçbaşı adlı şəxslər dayanırdılar. Səfəvilər dövləti teokratik bir dövlət quruluşuna malik idi. Nə deməkdir teokratik? Yəni dini qanunlar əsasında idarə olunan mərkəzləşmiş monarxiya tipli dövlət idi Səfəvilər dövləti və Səfəvilər dövlətində 16-cı əsrdə şəhərləri kələntərlər idarə edirdi. Şəhərlərdə asayişin qoruyucusu olurdu darğalar, mahalları isə naiblər idarə edirdilər. Darğalar birbaşa kələntərə tabe olan şəxslər idilər. Səfəvi Osmanlı müharibələri haqqında əvvəlcə qeyd edək ki, Səfəvilər dövləti yarandığı vaxt xristian dünyasında Roma papası belə bir cümlə işlədir ki, Şah İsmayılın hərbi uğurları Allahın xristian dünyası üçün yaratdığı bir fürsətdir. Bu cümlənin elmi anlamı nədən ibarətdir? Siyasi anlamı. Çünki bu zaman Osmanlılar Avropaya doğru diqqətlərini yönəltmişdilər və Roma papası bütün Avropa dövlətləri Osmanlı işğallarından qorxurdular və Şah İsmayıl artıq Osmanlıların hüdudunda yaranmış bir dövlət olaraq güclü siyasət həyata keçirməyə başladığı anda Roma papası sevinir və belə adlandırır ki, İsmayılın uğurlar əldə etməsi Osmanlı dövlətinin başını qarışdıracaqdır və Osmanlılar Avropadan diqqəti çəkib, diqqəti şərq istiqamətində yönəldəcəklər və Şah İsmayıl təbii ki, ordunu odlu silahla təmin etmək məsələsində babası Uzun Həsən kimi, Ağqoyunlu Uzun Həsən kimi ciddi idi. Yəni bu məsələ ilə maraqlanırdı. Odlu silah məsələsi Osmanlı dövlətinə qarşı odlu silah əldə olunması məsələsi Səfəvilər dövlətini Avropa ilə əlaqələr yaratmağa sövq eləyirdi. Eyni Ağqoyunlular kimi. Roma papası ilə və Venesiya ilə yaradılan əlaqələr, diplomatik əlaqələr yaradılmışdı, amma bu əlaqələrin nəticəsində odlu silah əldə edilə bilməmişdi. Yəni nəticəsiz qalmışdı bu yazışmalar, bu elçilər mübadiləsi bu dövlətlərlə. Lakin Osmanlı hökmdarı 2-ci Bəyazid, məlumdur ki, 2-ci Bəyazid o qədər də müharibələrə meyilli bir insan olmayıb və 1504-cü ildə 2-ci Bəyazid rəsmi olaraq Səfəvilər dövlətini tanıyır və Portuqaliya ilə əlaqələr yaradan Şah İsmayıl Portuqaliya vasitəsilə
1510-cu ildən etibarən Hind okeanı və İran körfəzi vasitəsilə qərbdən odlu silah almaq niyyətinə düşür. Portuqallara hətta Hörmüz limanını, İran körfəzini də güzəştə gedir ki, Portuqallar belə deyirlər ki, Hörmüz limanını əgər bizə güzəştə getsəz, biz də sizə odlu silah gətirəcəyik. Səfəvlər Hörmüzü Portuqallara güzəştə getməklə Hind okeanına çıxışı itirmiş olurlar. Yadımızda gəlirsə əgər, demək, Trabzonun itirilməsi Ağqoyunlular üçün Qara dənizə çıxışı itirmişdi. Hörmüzün itirilməsi Səfəvlər üçün Hind okeanına çıxışı bağlayır və Səfəvlər Portuqaliya ilə apardıqları diplomatik danışıqlar və əldə etdikləri razılığın əsasında yenə də odlu silah əldə edə bilmirlər. Yəni Portuqallar odlu silahla Səfəvləri təmin edə bilmirlər. 1514-cü il 23 avqust tarixində isə Səfəvlərlə Osmanlılar arasında müharibənin birinci mərhələsi başlayır. Çaldıran adlı döyüşdə Osmanlı Sultanı 1-ci Səlim 1-ci İsmayılı məğlubiyyətə uğradır və Osmanlılar bu döyüşdən sonra Təbrizə daxil olub Təbrizi tuturlar. Lakin Səfəvlərin hücum təhlükəsindən qorxduqlarına görə geri çəkilmək məcburiyyətində qalırlar. Həmçinin Sultan 1-ci Səlim geri çəkilərkən 1000 nəfərə yaxın Təbrizli məşhur sənətkarları özü ilə bir yerdə İstanbula aparır, Osmanlı dövlətinə aparır və 1-ci Səlim Çaldıran döyüşündən sonra Cənub-Şərqi Anadolu bölgəsini, həmçinin Cənub-Qərbi Qafqaz bölgəsində xeyli ərazilər əldə etmiş olur. Yəni Səfəvlər bu əraziləri itirirlər. 1-ci Səlimin bu əraziləri əldə etməsi artıq Osmanlı dövlətinin yaxın və orta şərqdə mövqeyini gücləndirir. Lakin 1-ci Səlimin 1520-ci ildə ölümündən sonra taxta 1-ci Süleyman, 1-ci İsmailin 1524-cü ildə ölümündən sonra taxta 1-ci Təhmasib çıxmış olur. Şah 1-ci Təhmasib 1524-76-cı illərdə taxta olmuşdu. İsmail isə 1501-1524-cü illərdə hakimiyyətdə olmuşdu. Osmanlı Sultanı Süleyman əsas diqqətini Avropaya, Macaristan və Avstriyaya yönəltdiyinə görə hələ ki şərq bölgəsinə diqqəti yönəldə bilmir. Amma Şah 1-ci Təhmasib az yaşlı olaraq taxta çıxır və dövlət daxili çəkişmələr dövrünə daxil olur. Çünki az yaşlı olmasından, şahın az yaşlı olmasından istifadə edən qızılbaş əyanları bir-birləri ilə çəkişməyə başlayırlar, ərazilər və mövqe nüfuz uğrunda. Şah 1-ci Təhmasib artıq 1534-cü ildə Xorasanda Özbəklərlə müharibə aparanda bir dənə də məqamı diqqətə çatdıraq ki, Şah 1-ci Təhmasib də, Şah 1-ci İsmail də Xorasan uğrunda müharibə aparıblar. Düzdür, İsmail Xorasan uğrunda Özbək hökmdarı Şeybani xandan olan mübarizəsində qələbə əldə eləyir, ancaq 1-ci Təhmasib Xorasanda Özbəklərlə olan mübarizəsində qələbə əldə eləyə bilmir. Və 1-ci Təhmasibin Xorasanda Özbəklərlə müharibə aparmasından istifadə edən Sultan 1-ci Süleyman Azərbaycana yürüş həyata keçirtməyə başlayır. Sultan Süleymanın Azərbaycana 4 yürüşü olub. 1534, 1535, 1548 və 1554-cü illərdə. İlk 3 yürüşdə Təbriz şəhərinə, sonuncu yürüşdə isə Naxçıvan şəhərinə hücum etmiş olur Sultan 1-ci Süleyman. Birinci yürüş zamanı yandırılmış torpaq taktikasından istifadə edən 1-ci Təhmasib Osmanlıların keçəcəyi Səfəvlər dövlətinə gələcəyi bütün yol boyunca nə varsa ot, alav, ələ keçirəcəkləri qənimət hamısını yandırır və Osmanlılar 1534-cü ildə Təbrizə daxil olsalar da ərzaq çatışmazlığı, qışın yaxınlaşması və ciddi müqavimət ucbatından buradan geri çəkilməli olurlar. 1535-34-cü ildə Osmanlılar geri çəkilərkən Bağdada hücum eləyirlər və Ərəb İraqını ələ keçirtmiş olurlar. Bağdadı tuturlar, Səfəvlər Bağdadı ilk dəfə itirir. 1535-ci ildə isə Təbriz şəhərinə hücum edən ikinci yürüşü həyata keçirdən Sultan Süleyman Təbrizi tutsa da, aclıq, səfalət və orduda taun xəstəliyinin yayılması səbəblərindən tərk eləyir Təbrizi. 35-ci il yürüşü də uğurla başa çatdırıla bilinmir. 1538-ci ildə isə Şirvanşahlar dövlətində 2-ci Xəlilullah adlı hökmdar ölür və Şirvanşahlarda daxili çəkişmələr başlayır. Bundan istifadə edən Şah 1-ci Təhmasib Şirvanşahlar dövlətini süquta uğradır. Şirvanşahların sonuncu hökmdarı Şahrux, yadda saxlayaq ki, Şahrux adlı şəxs bir Teymurlər dövlətinin hökmdarı olubdu. Bir də Şirvanşahlar dövlətinin hökmdarı olubdu. Şirvanşah Şahruxu gətirib Təbrizdə, paytaxt Təbrizdə edam etdirirlər və Dərbəndilər sülaləsinin hakimiyyət dövrü başa çatmaqla Azərbaycanın ən uzun ömürlü feodal dövləti 1538-ci ildə süquta uğramış olur. Və
Şah 1-ci Təhmasib öz qardaşı Əlqas Mirzəni Şirvana bəylərbəy təyin eləyir. İndi gedək xəritəyə müraciət eləyək. Bayaq da əvvəldə qeyd etmişdik ki, Səfəvilər dövləti 1538-ci ildə özlərinə yeni bir bəylərbəylik, yəni 3 nömrəli bəylərbəyliyi yaradırlar. Səfəvilər dövlətinin Azərbaycan ərazisində 1538-ci ildə 4-cü bir bəylərbəylik Şirvan bəylərbəyliyi yaradılır. 2 nömrəli bəylərbəylik yenə də xatırlayaq, mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyidir. 4 nömrəli bölgə mərkəzi İrəvan olan Çuxursəd bəylərbəyliyidir. 1 nömrəli bölgə isə Təbriz bəylərbəyliyidir. İlk 3 Təbriz, Çuxursəd və Qarabağ bəylərbəylikləri Səfəvilər dövləti yaranandan 1 il sonra qalan bəylərbəyliklər isə demək qalan bəylərbəylik olan Şirvan bəylərbəyliyi isə 1538-ci ildə Şirvanşahlar dövləti süquta uğradıldıqdan sonra yaradılmışdı. Əlqas Mirzə Şirvana bəylərbəy təyin olunur. Lakin şahın qardaşı olmasına baxmayaraq 1547-ci ildə qiyam qaldırır və deyir ki, mən müstəqil şaham. Müstəqil şah elan etməsi Şah 1-ci Təhmasibin ona qarşı qoşun göndərməsinə səbəb olur. Ancaq özünə qarşı qoşun qüvvələrinin hücuma keçdiyini eşidən şahın qardaşı Əlqas Mirzə bundan nə edir? Qaçır İstanbula, Osmanlı dövlətinə, yəni Sultan Süleymanın yanına. Və Əlqas Mirzə vəzifəsindən azad olunduqdan sonra, İstanbula qaçdıqdan sonra Şah Təhmasib Şirvan bəylərbəyliyinə yeni bir bəylərbəy təyin edir. Abdullah xan Ustaclı adlı şəxs Şirvan bəylərbəyi olmuş olur. 1548-ci ildə Sultan Süleyman Azərbaycana 3-cü yürüşünü eləyərkən özü ilə bir yerdə Əlqas Mirzəni gətirir. Düşünür ki, Qızılbaşlar Əlqas Mirzəni görüb Osmanlıya qarşı mübarizə aparmayacaqlar, amma bunun heç bir mənası olmur və yandırılmış torpaq taktikasından yenə də istifadə edilməsi yürüşün dayandırılmasına səbəb olur. Hətta Şah 1-ci Təhmasibin qüvvələri, Şah 1-ci Təhmasibin oğlu demək Osmanlı qüvvələrini təqib edib Qarsı da ələ keçirmiş olurlar 1548-ci ildən sonra. 1548-ci il yürüşündə, yəni Osmanlıların geri çəkilməsi zamanı. 1548-ci ildə baş vermiş 3-cü yürüşdən sonra 1551-ci ildə artıq Azərbaycanda Şəki adlı müstəqil hakimlik ki var idi, daxili müstəqilliyi qalan hakimlik. Şəki hakimliyinin sonuncu hakimi Dərviş Məhəmməd Əlqas Mirzəni müdafiə eləyirdi. Əlqas Mirzəni müdafiə eləyən Dərviş Məhəmmədin öldürülməsindən sonra 1551-ci ildə Şəki hakimliyinin müstəqilliyinə Şah 1-ci Təhmasib tərəfindən son qoyulur və Toyğun bəy Qacar adlı şəxs Şəki bölgəsinə hakim təyin eləyir, hakim təyin olunur, yəni Toyğun bəy Qacar adlı şəxs. Və 1551-ci ildə demək olar ki, Azərbaycanın bütün bölgələrini öz hakimiyyəti altında birləşdirən Şah 1-ci Təhmasib vahid Azərbaycan dövləti yaradılması prosesini başa çatdırır. Demək, vahid Azərbaycan dövləti yaratmaq uğrunda ilk addımı atan 1-ci İsmaildir, Azərbaycanın əksər hissəsini öz hakimiyyəti altında birləşdirən. Amma bu prosesi başa çatdıran 1551-ci ildə Şəki hakimliyini tabe etməklə vahid Azərbaycan dövlətinin yaradılması prosesini bitirən Şah 1-ci Təhmasibdir. 1552-ci ildə isə Şah 1-ci Təhmasib görür ki, Osmanlılar dəfələrlə hücum eləyirlər. Şah 1-ci Təhmasib də bu dəfə hücuma qarşı müqavimət göstərməkdən vaz keçir və əks hücuma həyata keçirir. Muşa qədər irəliləyir Şərqi Anadolu torpaqlarında, yəni Osmanlılar üzərinə hücuma keçir. Osmanlılar 1554-cü ildə Naxçıvana hücumları olan sonuncu, yəni Sultan Süleymanın Azərbaycana sonuncu yürüşünü, Naxçıvana olan yürüşünü eləyirlər və Naxçıvanı tutub yandırır Osmanlı Sultanı. Lakin Buğurt adlı döyüşdə, 1554-cü ildə baş vermiş döyüşdə Şah 1-ci Təhmasib Sultan Süleymanın qüvvələrini məğlubiyyətə uğradır. Buğurt döyüşünün nəticəsində 1554-cü ildə Osmanlılar görürlər ki, bundan sonra mübarizə aparmaq tam mənasızdır. Nə edirlər? 1555-ci ildə Amasya adlı müqaviləni imzalayırlar. 1555-ci il may ayının 29-unda imzalanmış müqavilə Səfəvi şahı Təhmasiblə Osmanlı Sultanı Süleyman arasında imzalanır və bu müqavilənin şərtinə əsasən Qərbi Gürcüstan və Ərəb İraqı Osmanlılara, Gürcüstanın şərq hissəsi Azərbaycana düşdüyünə görə, yəni belə yadda saxlamaq olar, Şərqi Gürcüstan isə Səfəvilər dövlətinin hakimiyyəti altına qatılmış olur. Amasya müqaviləsi imzalanandan sonra
Axı Təbriz Osmanlıya daha yaxın idi. Ona görə də 1555-ci ildə Təbrizə dəfələrlə Osmanlıların hücumun təhlükəsini nəzərə alan Şah 1-ci Təhmasib paytaxtı daha əmniyyətli, daha etibarlı, daha mühafizəkar, yəni daha qorunaqlı bir yerə köçürtmək üçün fikirləşir və paytaxtı Təbrizdən Qəzvin şəhərinə köçürtmüş olur. Və Şah 1-ci Təhmasibin hakimiyyət illərində İngiltərənin Moskva adlı şirkəti var, ticarət şirkəti ilə əlaqələr də yaradılmışdı. İngiltərənin Moskva şirkətindən olan Anthony Jenkinson adlı şəxs Səfəvi sarayına, Qəzvinə gəlmişdi. Hətta bu adam demək Səfəvi şahı Təhmasib tərəfindən qəbul edilir, ticarət danışıqları aparılır aralarında və Şah Təhmasibin əmri ilə Şirvan bəylərbəyi Abdullah xan Ustaclı həmin o Anthony Jenkinson adlı şəxslə müqavilə imzalayır və bu müqaviləyə əsasən Volqa Xəzər su ticarət yolu ilə ingilislər keçib Hindistana getmək hüququ əldə edirlər. Həmçinin Şah 1-ci Təhmasib Volqa Xəzər su ticarət yolunu canlandırmaq üçün tədbirlər görübdü. Xam ipəyimizi, Azərbaycanın xam ipəyini Avropa bazarlarına çıxarmaq üçün tədbirlər görübdü. Həmçinin Moskvaya, yəni Rusiya dövlətinə elçilər göndərib və o dövlətlə iqtisadi, diplomatik əlaqələr yaradıbdı. Biz bundan əlavə Səfəvi hökmdarlarının hakimiyyət illərini də ətraflı şəkildə bilməliyik, buna məcburuq. Əvvəlcə qeyd edək ki, demək Səfəvilər dövlətinin birinci hökmdarı olub Şah İsmayıl. Şah İsmayıl, yəni 1-ci İsmayıl 1501-ci ildən 1524-cü ilə qədər taxta olub. 1-ci Təhmasib 1524-cü ildən 1576-cı ilə qədər taxta olub. Ondan sonra hakimiyyətə gəlir 2-ci İsmayıl. 2-ci İsmayıl 1576-77-ci illərdə taxta olub. Ondan sonra Şah Məhəmməd Xudabəndə gəlir hakimiyyətə 1578-1587-ci illərdə taxta olur. Şah 1-ci Abbas hakimiyyətə gəlir, Səfəvilər dövlətinin ən güclü hökmdarı 1587-1629-cu illərdə hakimiyyətdə olur. Ondan sonra Şah 1-ci Səfi 1629-1642-ci illərdə hakimiyyətdə olur. Ondan sonra gəlir Şah 2-ci Abbas. 2-ci Abbas 1642-66-cı illərdə hakimiyyətdə olmuşdu. Şah Süleymanın hakimiyyət dövrü, Şah Süleyman 1666-1694-cü illərdə hakimiyyətdə olub. Ondan sonra Şah Sultan Hüseyin hakimiyyətə gəlir. Sultan Hüseyin 1694-1722-ci illərdə Səfəvilər dövlətinin 2-ci Təhmasib adlı Sultan Hüseyndən sonra hakimiyyətə gəlmiş hökmdarı 1722-32-ci illərdə və Səfəvilər dövlətinin sonuncu hökmdarı olmuş Şah 3-cü Abbas isə 1732-36-cı illərdə taxta olur və Səfəvilər dövləti 1736-cı ildə süquta uğramış olur. Əlavətən Azərbaycan torpaqlarının birləşdirilməsi haqqında bəzi məqamları da yadda saxlayaq. Birinci növbədə xatırlayaq ki, Azərbaycan torpaqlarını ilk olaraq birləşdirən Sacilər dövlətindən Yusif ibn Əbu Sacı idi. Azərbaycan torpaqlarını sonra Sacilərdən sonra Salarilər hökmdarı olan Mərzban ibn Məhəmməd vahid halda birləşdirməyi həyata keçirtmişdi. Ondan sonra Azərbaycan torpaqlarını 12-ci əsrdə Atabəylər dövləti birləşdiriblər öz hakimiyyətləri altında Şəmsəddin Eldəniz. Ondan sonra demək Azərbaycan torpaqlarını öz hakimiyyəti altında qısa müddət birləşdirməyi bacaran Şirvanşah hökmdarı Şirvanşah 1-ci İbrahim idi. Cəmi 2 ay öz hakimiyyətini Azərbaycanın bütöv bölgələrində yaya bilir. Azərbaycan torpaqlarını demək birləşdirmə prosesini 16-cı əsrdə başa çatdırmış şəxs isə başlatmış 1-ci İsmayıldır. Başa çatdırmış şəxs isə 1-ci Təhmasib idi. Belə hörmətli abituriyentlər, Səfəvilər dövlətinin yaranması və Səfəvi-Osmanlı müharibələrinin başlanması mövzusu haqqında danışacaqlarımız bu qədər. Növbəti dərslərdə görüşənədək videoyu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.